Valideynlər övladlarına məni nümunə göstərir. Deyirlər ki, narkotiki tərk edib. Amma mən deyirəm, bu fəxr ediləsi bir şey deyil. Mən sadəcə yaşamaq istədim. Meyxanaçı Rüfət Nasosunu illər sonra etiraf edir. 1994-cü ildə ailəmdən uzaq düşdüm. Lənkərana gəldim. O vaxt narkomaniyaya qarşı mübarizə yox idi. Atamdan, anamdan uzaq qaldım. Həyat çətin idi, biraz da gənclik, səhv istiqamətə yönəldim. O deyir, narkomanların ən pis cəhəti paxıllıqdır. Tərgidən adamın ətrafında həmişə dolanırlar. Amma mən qərara gəldim ki, etməyəcəyəm. Bir həkim dostum mənə dedi, martda öləcəksən. Onun dediklərinin 99%-i doğrudan da ölüb. Amma mən sağ qaldım. Həyata bir günün içində nöqtə qoydum və yenidən başladım. Əgər bu hekayə kiməsə yaxşılıqla təsir edibsə, nə xoş mənim halıma.